Nazirler Kabineti. Başımıza da yanına geldik, nöbetini götürmüş şeyi. Buradan. Buradan yakından. Gel bir şey dedik Nazirler Kabineti. İnanın olacak inşallah. İnşallah. Yaxşı, sən də çəkməyəcəksən. Allah, polisə var, qapıdakına var, nə üçün? Gel, zəhmət olsun. Allah razı olsun. Çəkirəm. Az biz hele 40 nefer ben saymışam, hele geliyor. Ay Allah maşallah. Sağ ol. Bildirim olarak. Kız yere de almış. Bir saatten çok güzel. Ben de böyle bak değil. Bir de koku arası yok. Bir malı koyamaz. Yer olmasa da yerleşmez. Yok, indi mən bir başqa yerliyim, sonra danışarım sənə. Hara gəlmişəm. Hə. Yaxşı, çıxanda. Yaxşı.
Mən Cəbrayilova Gülər, Yunus Dağlı, Samara Yunus Dağlı küçəsinin sakiniyəm. Nəinki Yunus Dağlı, Qədirli, Yunus Dağlı, İsmail bəy Qutqaşınlı, Nərmanov döngəsi, Əjdər Xanbabay küçəsi, yəni bu küçələrin sakinləri hamımız Nazim, Makler Nazim, Dəllal Nazim və onun bir tık üstü baş biləni Zülfəlidən devlətimizə, prezidentimizə şikayətçiyik. Yəni mən tək uşaqlı anayam. Mənim heç kimim yoxdur. Atam, anam rəhmətə gedib, bacım yox, qardaşım yox. Bir evladım bir mənəm, o da onkoloji xəstədir. Və bunlar da buna baxmayaraq, mən onkologiyada ola gəlib mənim evimin göstərini töküblər bayıra. Haqsızlıq eləyirlər. Yoldaş prezident, çox xahiş edirəm. Bu haqsızlığı yerdə qoymayın. Nə vaxta qədər bu davam eləyəcək? Niyə axı bizim xalqın arasında bunlar belə təşviş yaradırlar? Biz hamımız sənin haqlı olmağı və sənin haqqın arxasında durmağı o qədər güvənirik. Yəni sığınmışıq sizə, yoldaş prezident İlham Əliyev, xahiş edirəm, Mehriban xanım, sizin adınızdan istifadə edirlər, deyirlər ki, bizlik deyil, Paşayevlərli idi. Niyə sizin adınızdan istifadə edirlər, park eləyirlər, sonra dedilər park olacaq. Yəni mən ona görə bu işin üstü düşmüşəm ki, əgər dedikləri kimidirsə, bizə bunu sübut eləsinlər də. Bu qədər haqsızlıq olmaz axı, bizdə insanlıq. Biz qara millət deyilik, bu xalqın millətiyik. Afrikadan gəlməmişik, burada böyümüşük, Azərbaycan yox. Əgər bunlar neynəmək istəyir, biz ölkəmizi tərk eləyək, vətəndaşlıqdan imtina eləyək, hara baş götürək gedək. Və üstə gəl, mənim paylı mülkiyyətimi vermirlər, deyirlər ki, ged ver məhkəməyə, Nazimi məhkəməyə ver. Deyirəm, əgər Nazim kimdir? Deyir, Nazim heç kimdir, heç bir idarədə adı yoxdur. Deyirəm, başladım, mən Nazimin idarədə adı yoxdursa, mən onu nə deyib məhkəməyə verim, hansı qərarla, nə deyim? Bu adam dəllaldır və inanın ki, devlət rüsumlarını bizə alqı-satqımızı təqdim eləmədilər. O notarius dağılandan sonra, Yasamal rayonundakı notarius, 14 nömrəlikdə, o dağılandan sonra biz gedən kimi Səma xanım sağ olsun, həmən çıxartdı verdi. Amma ona qədər biz heç alqı-satqını oxumağa, belki ağzının ucunu belə qaldırırdılar ki, belə qol çək, oxumaq olmaz. 115 manat bir çıxıldı pulumuzdan, 187 manat bir çıxıldı pulumuzdan. Kvadratları belə qoyub ölçülər, dirsəyi buradan qoyur, aparatı belə tutur. Bu nə qədər düzgündür? Hər divardan bu qədər belə itirilsək, evin üstdən ölçməməklər bir tərəfə, buradan da belə qoyurlar. Məsəl üçün, orada mənim 50 kvadratlıq evi hesablayırlar 30 kvadrat, 80 kvadratlıq evi hesablayırlar 50 kvadrat, hər şeydən yiyirlər, rüsumları bizə ödətdirirlər. Evdən çıxanlar, evin 2 il ev təhvil verib mənim dayım gəlinə, ona qaz pulu, işıq pulu gəlir. Bu nə dərəcə düzgündür, məhkəməyə verəcək deyirlər. Çox xahiş edirəm, dövlət yuxarı qurumlardan yox, mən birbaşa prezidentimizdən xahiş edirəm. Bu işə sərəncam çəksin. Zülfəliyə dair bir şey eləsinlər, bu qədər olmaz, bu haqsızlıq olmaz. Razıyam, o çox gözəldir, o da mənim qonşumdur. Ata-baba sözü var, gör qonşumdur. Nə dedi, düz dedi. Burada bir məsələ var ki, evin divarları 50-60 santimetr idi. Pəncərədə ölçmədilər, o pəncərədə qılağını ölçdülər. Gör, bunlar nə qədər şərəfsizdirlər. Nə qədər özlərini alçaq sayırlar ki, bunlar bu işə əl atıblar. Mən bilmirəm nə deyim, Gülər xanımı dediyini mən təkrarlamaq istəmirəm. O çox gözəl dedi. Hörmətli prezidentimiz, Mehriban xanım, gəlsinlər bir ölçü götürsünlər, görsünlər nədir. Yəni mənim evim tam mərkəzdəydi. Gülər xanımla qonşuyam, mərkəzdəydi. Bulvar ayağımızın altında, Tarkov ayağımızın altında. Hara istedi gedilir. Bizə demirik, bizə villa verin. Amma bizim mərkəzdə olduğumuz yerdə bizə elə bir pul verməlidir. Biz həmən şəhərdə yaşadığımız yerdə biz pul alaq. Bir dənə əlavə eləyim. Mən belə bir şey eşitdim ki, prezidentin belə bir qərarı var ki, köçmək istəməyənlərin şəhərdə Bəşir Səfəroğlu ya harasa orada evlə təmin olunsun ya da yerində tikilən yerdən evlə təmin olunsun. Bunlar dedilər ki, o yerində ev tikilənlər üçündür. Burada bina tikilir. Burada bina tikilmir, park olacaq, bizi allatdılar. Və üstə gəl, yox əgər bunu da eləmirsə, xəsə bu kvadratımızı düzgün ölçün ki, biz də özümüzə bir gün ağlayaq. Həm kvadratdan yiyirsiniz,
həm pullarımızı kəsirsiniz. Zülfəli İsmailov, yəni Babaç bu şəxs haqqında bir tədbir görürsünüz. Və biz heç nə istəmirik. Bizim dərdimiz odur ki, kompensasiyalarımızı versinlər. Heç nə 500 manatdan versələr, valla bizi qane edir. Hər kvadratımız üçün 500 manat kompensasiyamızı versinlər. O bizi bəs yoldaş bizdən çox xahiş edirəm. Yəni biz sizdən başqa onlar kimi, o yanımızda olan Zülfəli Gil kimi, idarələrimizdə işləyənlər, Nazim, Zülfəli İsmailov kimi dəllal baş kəsən deyilik. Biz qara xalqı, qara milləti. O 500 manat kompensasiyamızı verin. Valla onsuz da duaçıyıq. Yəni bu bir kasıb cəmaət olaraq ömür boyu sizə dua eləyərik. Çox sağ olun. Tabii ki, Güllar xanımın sözünə mən də razıyam. Burada söhbət gedir ki, bizim evlər köhnə evlərdir, divarları da qalındır. Pəncərənin eni 50 cm, pəncərədən yox, pəncərənin qırağından ölçdülər. Biz 10 dəfə, 15 dəfə dedik, yox, elə olmaz, belə olur. Hansı ki, onlar pəncərənin dibini ölçməkdə, pəncərənin qırağından çıxan tərəfini ölçdülər. Hardasa mənim 30 kvadrat məni ölçdülər, o 30 kvadrat pəncərənin qırağından sayıcıdır. Mənim evimin kvadratı 40 kvadrat, 43 kvadrat olurdu. Yəni bugün haqsızlıq olmaz. Yəni bu düzgün deyil. Yəni dövlət var, respublika var, onun vətəndaşı, onun hörməti prezidenti var. Gene deyirəm, Mehriban xanım, hörməti prezidentimiz İlham Əliyev, xahiş edirəm. Buna bir tədbir görün və bu şərəfsizlərə, alçaqlara bir ölçü götürün. Mənim sözüm artıq bundan ibarətdir. Bizim atama anladıblar. Bizim Kupçuda kvadratımız 53 kvadratdır. Atamı gəlib ölçüblər, evi ölçüblər, atama anladı 49 kvadrat yazıblar. Tək bizim yox, məhəllə əhlinin evlərini azaldaran pullarımızı az verdilər. Çox xahiş edirəm, bu işə bir tədbir görünsün. Salam, mən Məlik Nurani Qəndəli qızı. Atam Qəndəli Hüseynoğlu'nun mülkünü, onu hədə qorxu gələrək aldılar əlindən. Atama anladıblar ki, artım olanda biz sizin artımınızı qaytaracaq. Bizə atama hədə qorxu gələrək, hədə qorxu gələrək atamın əlindən, atamın mülkünü əlindən almışdı. Bizə heç müqaviləmizi belə verməmişdilər. Bizə anladıblar ki, dövlət alır, amma ki, sonra biz araşdırdıq, bildik və Kristian Abşeron alıb. Bütün mən yaşayıram